Mənə izah edərdiniz 0,1 yəni 3 promilə çatmayıb. Vəziyyətdə, sərxoş vəziyyətdə saxlanılıb şəxs və alkotesterdən deyir, göstərildi bu rəqəm və ona deyir 3 promildən az olduğu halda və anlaq vəziyyətdə olduğu halda içkilisən deyib də müəyyən bir sükan arxasında əyləşməyi qəbahət bilib və yaxud da ki, irad tutmaq və cərimə yazmaq nə dərəcədə doğrudur? 0,3 promildən aşağı. Bax, belə bir sual ünvanlayıb bizə dinləyicimiz. Yəni o promildən 0,3-dən aşağı promil artıq deməkdir ki, şəxs sərxoş vəziyyətdə deyil. Bəli. Bu belədirsə, artıq onun barəsində nə inzibati xəta haqqında tədbir görülə bilər, nə cərimə oluna bilər, yəni o yerində buraxılmalıdır. İndi orada biz situasiyanı yerində bilmirik də, orada necə olub, həqiqətən o alkotester nə göstərib. Ona uyğun olaraq, yəni əgər ondan aşağı göstəribsə, burada inzibati xəta tərkibi yoxdur.